Bugünkü mövzumuz generativ orqanlar olan çiçək haqqındadır. Bilirik ki, ilk dekorativ bitkilər qızılgülü və şanagülü bitkiləri olmuşdur. Çiçək özü hansı hissələrdən təşkil olunmuşdur? Ümumiyyətlə, çiçək mənşəcə həm zoğ mənşəli, həm də yarpaq mənşəli hissələrdən təşkil olunmuşdur. İndi çiçəyin quruluşuna bu şəkildə baxsaq, tam çiçəklər var, bir də var qeyri-tam çiçəklər. Tam çiçəklərdə, yəni həm çiçək saplağı, çiçək yatağı, kasa yarpaqları, ləçəklər, erkəkcik və dişicik varsa, həmin çiçəklər tam çiçəklər adlanır. Yəni tam çiçəklər maksimum 6 hissədən ibarətdir. Yenə təkrar deyirəm, hansılardır? Çiçək saplağı, çiçək yatağı, kasa yarpağı, ləçəklər, erkəkcik və dişicik hissədən təşkil olunmuşdur. Bunlar tam çiçəklərdir. Biz də bilirdik ki, çiçəkdə erkəkcik və dişicik əsasən cinsi çoxalmada iştirak edən əsas üzvlərindən biridir. Erkəkcik özü nazik erkəkcik sapından və tozluqdan təşkil olunmuşdur. Dişicik isə yumurtacıqdan, sütuncuq və ağızcıqdan ibarətdir. Yəni əksər bitkilərdə hər üç hissədən ibarət olur. Dişicik, ağızcıq, sütuncuq və yumurtalıqdan. Lakin bəzi bitkilər də var ki, onlarda sütuncuq olmaya da bilər. Məsəl üçün, çovdar bitkisində dişicik 2 hissədən ibarətdir. Ağızcıq və yumurtalıqdan təşkil olunmuşdur. Yumurtalığın daxili hissəsində yumurtacıq, yumurtacığın daxili hissəsində isə ruşeym hissəsi yerləşir. Biz dedik ki, tam çiçəklərdə həm kasa yarpaqları, həm ləçəkləri olan çiçəklər tam çiçəklərdir. Və kasa yarpaqları ilə ləçəklər birlikdə çiçək yanlığını, 2 qat çiçək yanlığını əmələ gətirir. Ləçəklər isə özləri birlikdə tacı əmələ gətirir. Deməli, tacı əmələ gətirdi ləçəklər, 2 qat çiçək yanlığını əmələ gətirdi. Həm kasa yarpaqları, həm də ləçəklər birlikdə 2 qat çiçək yanlığını əmələ gətirir. Məsəl üçün, almada, qızılgüldə, gilasda və s. bitkilərdə misal deyə bilərik. Kələmdə hətta deyə bilərik ki, tam çiçəklərdir. Bəzi bitkilərdə isə, məsəl üçün, bitkilərin çiçəklərində kasa yarpaqları və ləçəklər olmur. Belə çiçəklər sadə çiçək yanlıqlı çiçəklər adlanır. Onlar yalnız yarpaqcıqlardan təşkil olunmuşdur. Deməli, bu cür sadə çiçək yanlıqlı çiçəklər taxıllar fəsləsinə, zambaqlar fəsləsinə nümayəndələri aid edilir. Məsəl üçün, inci çiçəyidir, süsəndə, dağ laləsində, nərgiz gülündə misal göstərmək olar ki, bunlar sadə çiçək yanlığına malikdir. Yəni, nə kasa yarpaqları, nə ləçəkləri var, yalnız eyni cür yarpaqcıqlardan təşkil olunmuşdur. Təbii ki, sadə çiçək yanlığına malik olan bitkilərdə də çiçək saplağı, çiçək yatağı, yarpaqcıqlar, erkəkcik və dişicik hissədən ibarətdir. Digər çiçəklər isə qeyri-tam çiçəklərdir ki, burada şəkildə verildiyi kimi söyüd bitkisinin çiçəklərini misal göstərə bilərik. Qeyri-tam çiçəklərdə nə kasa yarpağı, nə ləçək, nə də əlavə yarpaqcıqlar olmur. Məsəl üçün, söyüd bitkisinin sarı rəngli çiçəkləri erkək çiçəklər, dişi çiçəkləri isə yaşıl çiçəklər adlanır. Mütləq şəkildə rənglərini əzbər yadımızda saxlamalıyıq. Erkək çiçəklər sarımtıl, dişi çiçəklər yaşımtıl rəngdə olur. Və söyüd bitkisinin çiçəyi 3 hissədən ibarətdir. Hansılardır? Çiçək saplağından, çiçək yatağından və erkəkcikdən. Və yaxud da dişi bitki üçün desək, deyərik ki, çiçək saplağından, çiçək kasa yarpağından və bunun dişicik hissədən təşkil olunmuşdur. Yəni, söyüd çiçək qrupu 3 hissədən təşkil olunmuşdur. Digər baxaq, biz əsasən çiçəklərdə bir cinsli, iki cinsli çiçəklər nədir? Bir cinsli çiçəklər o deməkdir ki, bir çiçək daxilində ya erkəkcik olsun, ya dişicik olsun. Əgər erkəkciklər varsa, bir cinsli erkək çiçəklərdir və yaxud da digər çiçək daxilində isə yalnız dişicik olsun ki, bu cür çiçəklər isə adlanır dişi çiçəklər. Deməli, çiçəklər quruluşuna görə bir cinsli və iki cinsli ola bilir.
Və bundan əlavə bitkilər birevli bitkilər və ikievli bitkilərə bölünür. Birevli bitkilər o bitkilərə deyilir ki, bitki üzərində, bir bitki üzərində bir çiçək daxilində həm erkəkcik, həm dişicik varsa, belə bitkilərə birevli iki cinsli çiçəklər deyilir. Birevli iki cinsli çiçəklər deyilir. Və yaxud da birevli bəzi bitkilər vardır ki, bir bitkinin üzərində bir çiçəkdə dişi çiçəklər, digər çiçəkdə erkək çiçəklər yerləşir. Bu cür bitkilər isə birevli bir cinsli çiçəklər adlanır. Birevli bir cinsli çiçəklərə biz qarğıdalını, xiyar bitkisini, fındıq bitkisini misal göstərə bilərik. Deməli, birevli bitkilər həm bir cinsli, həm də iki cinsli ola bilər. Lakin ikievli bitkilər isə yalnız bir cinsli ola bilər. İkievli bitkilər o deməkdir ki, bir bitki ayrı bitir, digər bitki ayrı. Bir bitki üzərində erkək çiçəklər, digər bitki üzərində dişi çiçəklər olur ki, həmin bitkilər ikievli bitkilər adlanır. İkievli bitkilər, yenə təkrar deyirəm, yalnız bir cinsli ola bilər. Buna məsəl üçün qovaq, çətənə, söyüd, gicitqanı, quzqulağını, cilin bəzi növlərini misal göstərə bilərik ikievli bitkilərə. Çiçəyin burada tapşırıqda əsas hissələri erkəkcik və dişicikdir. Çiçək yanlığını əmələ gətirdi kasa yarpaqları və ləçək. Dişicik təşkil olunmuşdu yumurtalıq, sütuncuq və ağızcıqdan. Erkəkcik təşkil olunubdur erkəkcik saplağından və tozluqdan. Bu hissələrdən təşkil olunmuşdur. Çiçək qrupları. Bəzi bitkilərdə çiçəklər tək-tək yerləşir. Məsəl üçün, bunu bənövşə bitkisində, şaftalıda, heyvada, xaş-xaşda misal göstərə bilərik. Lakin bəzi bitkilərdə isə çiçəklər qrup halında toplanmışdır. Məsəl üçün, çiçək qrupları, sadə çiçək qrupları və mürəkkəb çiçək qrupları vardır. Sadə çiçək qruplarına misal olaraq, sadə çətri deyə bilərik, sadə salxım, sadə sümbül, səbət, başçı, qalxan çiçək qruplarını deyə bilərik. İndi sadə çiçək qrupunda əsas oxdan ibarət bir çox çiçəklər birləşir. Yəni, sadə çətir, əsas ox bir ədəddir. Həmin bu əsas oxa bir çox çiçək saplaqları birləşir ki, bunlar sadə çiçək adlanır, sadə çətir adlanır daha doğrusu. Bu şəkillər üzərində danışacağım. Birinci sadə çətirdir və sadə çətirə misal olaraq alma, albalı, soğan, sarımsaq, gilas, novruz çiçəyi, başqa cür adı da primula bitkisi adlanır ki, sadə çətir çiçək qrupuna malikdir. Yəni, bir dənə əsas ox var. Digəri isə sadə salxımı misal göstərə bilərik ki, sadə salxımda saplaqlı çiçəklər var, növbəli düzlübdür. Turpda, qarağatda, şalğamda, meşə gilasında, ad şabalıdı, quş şəhbəyi, üskü qotunda misal göstərə bilərik. Bax, yadınızda saxlayın, meşə gilası sadə salxımdır, amma gilas sadə çətir çiçək qrupuna malikdir. Sadə sümbül çiçək qrupunda isə çiçəklər növbəli yerləşərək və fikir verirsinizsə, saplaqsız yerləşibdir. Saplaqsız çiçək qrupu olur, yəni sadə sümbüldə, bağa yarpağı və səlhəb bitkisində misal göstərə bilərik. Səbət çiçək qrupunda da çiçəklər səbət üzərində saplaqsız vəziyyətdə yerləşmişdir. Buna əsasən mürəkkəb çiçəklər fəstəsinin nümayəndələrindən günəbaxan, zəncir otu, astra, göy çiçək, eşək qanqalı, kəpənək çiçəyi misal göstərə bilərik səbət çiçək qrupuna. Daha digəri sadə çiçək qrupuna başçığı misal göstərə bilərik ki, başçıq çiçək qrupuna biz deyə bilərik ki, başçıq çiçək qrupunda 3 yarpaq yonca, qırmızı baş yoncanı misal göstərə bilərik və saplaqsızdır çiçəkləri. Qalxan çiçək qrupu da sadə çiçək qrupuna malikdir. Qalxan çiçək qrupunda fikir verirsinizsə, çiçəklərin saplaqları müxtəlif ölçüdə olur. Amma bir istiqamətdə birləşmiş olur ki, bu qalxan çiçək qrupudur. Qalxan çiçək qrupuna armudda, yemişanda, feyxada, quş armudunda misal göstərə bilərik. Deməli, sadə çiçək qrupları hansılar oldu? Sadə çətir, sadə salxım, sadə sümbül, səbət,
başçıq və qalxan. Hansılarda çiçək saplaqlı idi? Sadə çətirdə, sadə salxımda, qalxan çiçək qrupunda saplaqlı çiçəkləri olurdu. Lakin sadə sümbül, səbət, başçıq çiçək qruplarında isə çiçəklər saplaqsız yerləşir. Digər çiçəklərimiz mürəkkəb çiçək qruplarıdır ki, mürəkkəb çətir sadə çətirin birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb çətirə misal olaraq yer kökü, şüyüd, cəfərin və baldırğanı misal göstərə bilərik. Mürəkkəb salxım isə sadə salxım çiçək qruplarının toplusundan əmələ gəlib, üzümdə və yasəməndə misal göstərə bilərik. Fikir versəniz, həm mürəkkəb çətirdə, həm mürəkkəb saplaqda çiçəklər saplaqlıdır. Digəri isə süpürgə çiçək qrupudur ki, süpürgə çiçək qrupuna biz qarğıdalının erkək çiçəklərini deyə bilərik, darı, vələmir, çəltik bitkilərində misal göstərə bilərik ki, süpürgə çiçək qrupuna malikdir. Bir də qarğıdalının erkək çiçək qrupları süpürgə çiçək qrupuna malikdir. Daha sonra deyə bilərik ki, mürəkkəb sümbül. Mürəkkəb sümbül də sadə sümbüldə olduğu kimi çiçəklər saplaqsız növbəli yerləşmişdir. Mürəkkəb sümbülə buğda, arpa və çovdar bitkisində misal göstərə bilərik. Süpürgə çiçək qrupunu da dedik və əlavə olaraq deyim ki, süpürgə çiçək qrupuna malik olan bitkilərə, məsəl üçün, taxıllar fəsləsində rast gələ bilərik, zambaq fəsləsində rast gələ bilərik, daha sonra kiləpəllər sinifinin fəsləsi olan badımcan çiçəklər fəsləsinin nümayəndəsi olan ətirli tütündə, tənbəki bitkilərində süpürgə çiçək qrupuna rast gəlmiş olar və mütləq şəkildə bu çiçək qruplarının da çəkilişini, yəni görünüşlərini yadınızda saxlamalısınız. Əgər bu cür çiçək çəkilibsə, çiçək qrupu çəkilibsə, soruşula bilər hansı çiçək qrupuna aiddir. Təbii ki, başçıq çiçək qrupuna aiddir. Üç yarpaq yoncada, qırmızı baş yoncada. Sonuncu qarğıdalının qıca çiçək qruplarıdır ki, qarğıdalını bitkisinin dişi çiçəkləri qıca çiçək qrupunda toplanmış olur. Bunu yadınızda saxlayın. Biz dedik ki, qarğıdalı bitkisi, xiyar bitkisi bir evli, bir cinslidir. Düzdürmü? Erkək çiçəkləri var, bir bitki üzərində ayrı-ayrı dişi çiçəklər var. Erkək çiçəkləri qarğıdalı bitkisinin adlanır süpürgə çiçək qrupu, dişi çiçəkləri isə adlanır qıca çiçək qrupu. Qıca, erkək çiçəkləri isə süpürgə çiçək qrupu. Bunu mütləq şəkildə yadımızda saxlamalıyıq. Bu da oldu bizim çiçək qrupları və çiçək qruplarının bu vəziyyətdə yerləşməsi həm bitkilərdə onların tozlanmasının da əhəmiyyətini nə edir? Artırır, tozlanmanı asanlaşdırır. Lakin günəbaxan, yasəmən, hiyansit kimi bitkilərdə də çoxlu xırda çiçəklərin qrup halında toplanması onları uzaqdan iri cəlb etmək üçündür və həmin bu çiçəklərin də qrup şəkildə toplanması özlərinə həşəratları cəlb etməyə yaranan bir uyğunlaşmadır. Çalışma verilibdir, özünüz də baxa bilərsiniz. Üç yarpaq yonca başçıqdadır. Buğda mürəkkəb sümbüldür. Albalı sadə çətirdir. Yer kökü mürəkkəb çətirdir. Qarğıdalı erkək çiçəkləri süpürgə, dişi çiçəkləri qıcadır. Quş əppəyində biz nəyi demişdik? Sadə salxım çiçək qrupu. Bağa yarpağı da sadə sümbüldür. Vələmirdə, darıda, çəltikdə süpürgə çiçək qrupudur. Zəncirotunda səbət çiçək qrupunu deyə bilərik. Zəncirotudur, günəbaxandır, göy çiçəkdir, eşək qanqalıdır, kəpənək çiçəkdir, astradır. Bunlar səbət çiçək qrupuna malikdir. Digər mövzumuz toxumun quruluşu. Ümumiyyətlə, toxum bilirik ki, istənilən bir canlının başlanğıc verən hissəsidir. Yəni, hər bir bitki öz başlanğıcını hardan götürür? Toxumdan götürür. Toxum əmələ gəlmişdir çoxuciyirəli ruşeymən. Çoxuciyirəli ruşeym özü əmələ gəlir ziqotdan. Və biz də bilirik ki, ziqotun yaranmasında bir yumurta hüceyrə və bir sperm iştirak edir. Və bunların birləşməsindən ziqotdan isə çoxuciyirəli ruşeym olan toxum əmələ gəlir. Toxum bilirik ki, dişi bitkinin yumurtacıqdan əmələ gəlir.
Toxum yumurtacıqdan, meyvə yumurtalıqdan əmələ gəlir. Toxum hansı hissələrdən təşkil olunmuşdur? Toxum 3 hissədən ibarətdir. Toxum qabığından, endospermdən və ruşeymdən təşkil olunmuşdur. Amma mütləq şəkildə toxumda olan hissələr toxum qabığı, ruşeym mütləq şəkildə olmalıdır. Toxumda endosperm ola da bilər, olmaya da bilər. Məsəl üçün, ikiləpəli bitkilərdə toxum 2 hissədən ibarətdir. Əksər kiləpəli bitkilərdə toxum qabığından və ruşeymdən. Onlarda endosperm əmələ gəlir mayalanma zamanı, lakin daha sonra inkişafdan qalır. Və biz də bilirik ki, endospermdə ehtiyat halında qida maddələri toplanır. Deməli, sizdən soruşulsa ki, ikiləpəli bitkilərin toxumu əksər ikiləpəli bitkilərdə toxum neçə hissədən ibarətdir? Deyirik 2 hissədən. Hansılardır? Toxum qabığından və ruşeymdən. Endosperm isə inkişafdan qalır. Ruşeym özü 4 hissədən ibarətdir. Düz istəyirəm, bu hissəyə baxağın. Ruşeym 4 hissədən ibarətdir. Ruşeym tomurcuğundan, ruşeymin gövdəciyindən, ruşeym kökcüyündən və ləpə yarpağından təşkil olunmuşdur. Yadınızda qalsın, ruşeym kökcüyündən əsas kök inkişaf edir. Ruşeym gövdəciyindən, bax şəklə diqqət yetirsək, ruşeym gövdəciyində ruşeymin digər hissələri yerləşir. Ruşeym tumurcuğundan əsas gövdə inkişaf edir. Ruşeymin ləpə yarpaqlarından isə bitkinin ilk yarpaqları əmələ gəlir. Həmən bu bitkinin ilk yarpaqları isə ləpə yarpaqları arasında yerləşən ruşeym tumurcuğundan əmələ gəlir. Deməli, ruşeym tumurcuğundan həm əsas gövdə, ruşeym kökcüyündən əsas kök, ruşeym gövdəciyində ruşeymin digər hissələri yerləşmiş olur. Və biz də bilirdik ki, toxumda ləpə yarpaqlarının sayına görə örtülü toxumlu bitkiləri 2 qrupa bölürük. Bir ləpəli, toxumunda bir ləpəsi olanlar, bir ləpəli bitkilər, toxumunda 2 ləpəsi olan bitkilər, 2 ləpəli bitkiləri misal göstərə bilərik. Bu şəkil lobya bitkisi toxumudur. Göbəkçik hissəsini göstərib, toxumu xarici quruluşudur. Ruşeymin tumurcuğu, ruşeymin gövdəciyi, kökcüyü, ləpə yarpağı və toxum qabığını yadımızda saxlamalıyıq. Və biz də bilirdik ki, noxudda, lobya bitkisində ehtiyat qida maddələri toplanır. Harda? Ruşeymin ləpə yarpaqlarında. Deməli, ruşeymin ləpə yarpaqlarında ehtiyat qida maddələri toplanır lobya və noxudda. Lakin ikiləpəli bitkilərdən istisna olaraq deyə bilərik ki, ikiləpəli bitkilərdən qaymaq çiçəyi və üçrəng bənövşədə həm toxum 3 hissədən ibarətdir. Toxum qabığından, ruşeymdən və endospermdən. Yəni, bu o deməkdir ki, istisnalıq təşkil edən üçrəng bənövşə və qaymaq çiçəyində ehtiyat qida maddələri dedik ki, lobya və noxudda ehtiyat qida maddələri ləpə yarpaqlarında toplanırdı. Qaymaq çiçəyi və üçrəng bənövşədə isə həm toxumun qabığı, ruşeymdə, həm də endospermdə ehtiyat qida maddələri toplana bilər. Əlavə olaraq deyək ki, məsəl üçün, ikiləpəli bitkilərdən turpda və məsəl üçün, turpda, xaç çiçəklər fəsiləsinin nümayəndəsi olan turpda, quş şəhbəyində ehtiyat qida maddələri ruşeymin hər yerində toplanır. Yalnız tumurcuqdan başqa, yəni ruşeymin tumurcuğundan başqa digər hissələrində, ruşeymin digər hissələrində ehtiyat qida maddələri toplanmış olur. Birləpəli bitkilərin də toxumun quruluşu burada bir buğda dən meyvəsinin xarici görünüşü və onun daxili quruluşunu verilib. Deyirik ki, birləpəli bitkilərdə toxum 3 hissədən ibarətdir. Toxum qabığından, ruşeymdən və endospermdən təşkil olunmuşdur. Ehtiyat qida maddələri birləpəli bitkilərdə yalnız endospermdə toplanır. Yəni, endospermdə toplanır ehtiyat qida maddələri yalnız və toxum cücərən zaman həmən bu endospermdə olan ehtiyat qida maddələri
Ruşeymə nəyin vasitəsilə çatdırılır? Ləpə yarpaqlarının vasitəsilə çatdırılır. Bax, diqqətli olaq. Həmin bu ləpə yarpağı vasitəsilə endospermdə olan ehtiyat qida maddələrini alaraq ruşeymin digər hissələrinə ötürülür. Yəni ruşeymin tumurcuğu, ruşeymin gövdəciyi və ruşeymin kökçüyü. Bunu da yadınızda saxlamağınız mütləqdir şəkili. Ruşeymin kökçüyü bu hissədə, ortada qalan ruşeym gövdəciyidir. Bura ruşeymin tumurcuğu, bu isə ruşeymin ləpə yarpağı hesab olunur. Deməli, birləpəli bitkilərdə də endosperm mütləq şəkildə var. Ehtiyat qida maddəsi də toplanmış olur. Yenə deyirəm, toxum 4 hissədən, toxum özü 2 hissədən ibarətdir. Toxum qabığından və ruşeymən. Ruşeym özü isə 4 hissədən ibarətdir. Kökçük, gövdəcik, ləpə yarpaqları və tumurcuqdan təşkil olunmuşdur. Burada da noxud bitkisini göstərilib. Bu 5 rəqəmi ilə biz ləpə yarpaqlarını göstərə bilərik. 4 rəqəmi ilə bax, burada 1 rəqəmi ilə biz ruşeymin gövdəciyini qeyd eləyə bilərik. 2 rəqəmi ilə tumurcuğu, 3 rəqəmi ilə ruşeymin kökçüyünü, 5 rəqəmi ilə noxud bitkisinin ləpə yarpaqlarını, 4 rəqəmi ilə toxum qabığını göstərmiş olaraq. Yəni bu noxud bitkisinin hissələrini demiş olduq. Əlavə də onu demək istəyirəm ki, biz bilirik ki, hər bir toxumun cücərməsi üçün mütləq şəkildə rütubət, yəni su, hava, oksigen və sağlam mütləq şəkildə ruşeym lazımdır. Yəni torpaq olsa da olar, olmasa da mütləq şəkildə rütubət, hava, oksigen və sağlam ruşeym olmalıdır. Və toxum cücərən zaman ilk öncə heterotrof yolla qidalanır. Həmin o hazır endospermdə olan və yaxud da ruşeymin digər hissələrində toplanan ehtiyat qida maddələri hesabına nə edir? Toxum cücərməyə başlayır. Və bizə məsələ şərtlərində daha çox lazım olur ki, noxud toxumu cücərən zaman öz çəkisi qədər su udur. Yəni öz çəkisi qədər noxud bitkisinin öz çəkisi 20 qramdırsa, elə 20 qram da su udmuş olur. Qarğıdalı bitkisi öz çəkisinin 2də 1-i qədər, yəni yarısı qədər. Qarğıdalı bitkisinin quru çəkisi 20 kiloqramdırsa, onun udduğu su 10 qram olar. Darı bitkisi isə öz çəkisinin 4də 1 hissəsini qədər sudur. 20 qram onun quru çəkisidirsə, 20-nin 4də 1-i 5 qram nədir? Öz çəkisinin 4də 1-i qədər su udmuş olar. Bu cür məsələ həllərində bizə lazım olacaq. Deyirik ki, noxud bitkisi öz çəkisi qədər, qarğıdalı bitkisi öz çəkisinin yarısı qədər, noxud bitkisi isə öz çəkisinin 4də 1-i qədər su udmaq qabiliyyətinə malikdir. Və biz də təkrar deyirəm ki, ruşeym həm ana bitkinin, həm ata bitkinin xüsusiyyətlərini daşıyır. Endosperm həm ana, həm ata bitkinin, amma daha çox ana bitkinin xüsusiyyətlərini daşıyır. Yumurtacıq divarından toxum qabığı əmələ gəlir və toxum qabığı ona görə ana bitkinin xüsusiyyətlərini daşıyır. Yumurtalıqdan meyvə əmələ gəlir. Yumurtalığın divarından meyvəyanlığı əmələ gəlir və meyvəyanlığı yalnız ana bitkinin xüsusiyyətlərini daşıyır. Və onu demək istəyirəm ki, bütün örtülü toxumlu bitkilərdə bir qayda olaraq endosperm əmələ gəlir. Həm iki ləpəllərdə, həm bir ləpəllərdə. İki ləpəllərdə sonra inkişafdan qalır, amma bir ləpəllərdə ehtiyat qida maddələri toplanır. Və onu da əlavə olaraq deyim ki, toxumlar necə əkilir? Məsəl üçün, bir toxumlu meyvələr, bir toxumlu meyvəli bitkilər həmişə meyvə şəklində torpağa əkilmiş vəziyyətdə olur. Və təbii ki, torpağa toxumun əkilməsi toxumun ölçüsündən asılı olaraq dəyişir. Kiçik toxumları daha da dayaz əkilir, böyük toxumlar isə nisbətən dərin torpaqlara əkilmiş olur.